Salam əzizlərim və burada restorana gəlmişik, qardaşım dəvət elədi. Etna restorandır, milli üslubdadır, adı Sarxıtdır. Sarxıt Azərbaycan dilində xədiyyə, pay deməkdir. Yəni, gözəl bir toy, böyük bir məclis eləyirdisə, hər bir qonağa sarxıt verirdilər. Sarxıt nə deməkdir? Yəni, masanın üzərində olan şirniyyatlardan, nə bilim, yeməkdən verirdilər ki, aparsınlar evlərinə və evləri də ruzi bərəkətli olsun. Yəni, bu Qazaxların indiyə kimi qalmış bir anənədir. Yəni, hara gedirsinizsə, indi də hər bir evdə sarxıt verirlər. Belə. Və burada da biz oturmuşuq, əyləşmişik və istədim sizin üçün də çəkim, paylaşım. Yəni, burada hər şey dediyim kimi milli üslubdadır. Görürsünüz ki, ofisiantlar belə öz milli paltarındadır. Hər bir yeri sizin üçün çəkəcəm. Bilirəm ki, maraqlıdır sizin üçün. Yəni, Qazaxıstanın mədəniyyəti ilə kim tanış olmaq istəyirsə, yəni Aktyober şəhərinə gələnlər bu restorana gələ bilərlər. Çünki çox, yəni super də belə deyim, çox xoşuma gəldi və ona görə də çəkdim. Bilirəm ki, sizin üçün də çox maraqlı olar. Burada da sizin üçün tam restoran için çəkmək istədim. 2 mərtəbəlidir və burada da görürsünüz ki, Qazaxların öz naxışlarıdır, cəvələridir, məşət avadanlıqlarıdır da, yəni nə varsa burada hər şey Qazaxlara aid olan. Yəni, belə masalar indiyə kimi də var. Məsələn, yerdən otururlar, çay içirlər. Görürsünüz ki, bax, bunlar yurtadır, yurtanın içidir. Yəni, bilirsiniz ki, Qazaxlar o vaxtları da bir yerdən bir yerə köçürdülər deyə bu yurtaları özü ilə aparırdılar. Və belə bir içində deməli əşyaları, belə əşyaları var idi. Görə bilərsiniz, çox maraqlıdır. Bu da onların instrumentləri, dombradır, yəni bizim saza oxşuyur. Yəni, bura çox gözəldir, həqiqətən də möhtəşəmdir. Kuxnyaları da açıqdır, belə deyim də şüşəlidir. Görə bilirsiniz ki, orada yəni təmizlikdir. O qədər gözəl bir, yəni yeməkləri zaten pişirəndə baxa bilərsiniz, görə bilirsiniz. Yəni, heç nə gizlin qalmır orada. Hər bir şey, yəni orada çox, yəni möhtəşəm səviyyədədir. Burada da baxa bilirsiniz, sizin üçün çəkmişəm hər bir yeri. Xədiyyə almaq istəsəniz, yəni turist kimi gələndə, ya da turistlər gələndə o mağazadan məsələn özünə xədiyyə də ala bilir. Oradan ya da dostlarına, əzizlərinə o mağazada sizin üçün çəkmişəm və baxa bilərsiniz. Bu da o dediyim mağazadır. Burada icazə alıram çəkməyə, icazə verirlər. Baxa bilərsiniz burada. Qazaxlara aid milli paltarlardır, əşyalardır, yəni hər şey var. Burada da görürsünüz ki, bu mağazada belə Qazaxların öz milli paltarlarıdır. Papağıdır bu şəkildə. Baxa bilərsiniz. Bu qadınların və belə bir Qafqaz zavadı. Görürsünüz ki, görürsünüz.
şarflardır. 20.000 tengədir. Şarflar 30.000 tengə. Burada da qavqacaqlarda görürsünüz ki, qiymətlərini 6-800 məzənəni yazacaq kommentin altında. Yəni manata vurub baxa bilərsiniz onu da. 30.000 tengədir. Tengədə ilə verilibdir. Burada belə suvenirlərdir. 5.000-dən. Yəni burada çox gözəl milli baxa bilərsiniz. Sizin üçün çəkim. Bilirəm ki, belə şeylər maraqlıdır sizin üçün. Qazaxıstan şirniyyətidir. Gəlinciklər var. Burada görürsünüz ki, milli musiqi də səslənir. Bax, belə qucunlarda haradakı su və qımız deyirlər. Ad südü saxlanır burada. Burada qabları görə bilirsiniz. Bunda köhnə vaxtlar, yəni bilirəm ki, Azərbaycanda da var idi. Məsələn, buğdanı üyüdürdülər bu daşların arasında. Mənim nənəmdə də var idi ondan. Büyük görürsünüz. Qazaxların yurtaları bax bu gözəllikdə olurdu. Tülküdür bu. Görebilirsiniz. Milli paltarı, sandıqları. Bu restoranda bax belə. Çox gözəldir. Hamısı ofisiantlarda gördüğünüz kimi milli paltarlardadır. Baxın. Bax, yurtaların içərisi bax bu şəkildə idi. Görürsünüzmü? Yəni burada da yeməyimizi gətiriblər. Çox dadlı. Burada da Qazaxların rəqsidir. Onlar da çəkmişəm, amma YouTube ola bilər ki, bağlayım. Ona görə də tezləşdirdim. Burada da canlı musiqi də var idi. Xoş izləmələr.
Burada da ikinci mərtəbəsidir qızlar. O da çox möhtəşəm. Yəni səsin yəni orada musiqi səslənirdi. Ona görə bağladım ki, yəni dediyim kimi YouTube bağlamasın deyə. Və burada da bu belə deyək də, burada da görürsünüz ki, saxsı qabları da çox qəşəng, yəni çox gözəldir. Yaxından da çəkəcəm sizin üçün. Çox maraqlı bir stil var restoranın. O qədər gözəldir. Və bu da Əliyə Moldağulovadır. Bunun şəklini görürsünüz ki, plakatda. O da milli qəhrəmandır. Burada da görürsünüz ki, bəyin paltarlarıdır. Hansı ki, bəylər ancaq geyinə bilirdilər. Bunlar da sizin üçün çəkdim. Bu xalçalardır. Burada da Qazaxların şirniyyatlarıdır və südlə çay və darı deyirlər, tarı deyirlər Azərbaycan dilində, darı. Qazaxlar tarı. Bu da jarma deyilir, çiyə ilə qarışdırılır. Biraz şəkər də vurulur şirin olmaq üçün. Məsələn, kişmiş də atıla bilir, o da gözəl darıdan üyüdülür. Qızlar, restorandan çıxmışıq və gedirik şəhərinə, evə piyada. Əmimdir, gəlinimizdir, atamdır. Çox gözəl hava var. Restoranın adı da burada Sarqıtdır. Yəni Xədiyədir, belə. Burada da Özbək restoranıdır. Biraz da şəhəri gəzdirim sizi. Sağ olun qızlar, görüşərik.